Salam, axşamınız xeyir. Buyurun buyurun. Sizə bir sual vermək istəyirəm. Sizcə səbəb nəticə anlayışı var? Səbəb nəticə anlayışı makro kainatda minimal səviyyədə keçərli olsa da mikroda keçərli deyil. Yəni kvantum fizikasında səbəb nəticə zinciri keçərsizdir. Qaldı ki makro kainata, bütün kainata səbəb nəticə zincirini işlədə bilmərik. Məsəl üçün dördüncü qüvvətlə biz bütün fizikanı aça bilmirik. Gravitonlar tapılmadığına görə. Buyurun. Başqa? Eşidirsinizmi? Bəli. Hansı ki səbəb nəticə anlayışı riyaziyyatın əsas təməl anlayışlarından biridir, eyni zamanda da məntiq elminin. Düzdürmü? Məntiq elminindir. Yəni əsas anlayışlarından biridir. Təməli budur, düzdürmü? Aristo məntiqindən gedir söhbət. Söhbət ümumi məntiqdən gedir, hansı ki biz onun universitetdə tədrisini alırıq. Tamam. Məntiqin bir qanunu kimi təyin eləyək bunu. Razısınız? Aha, bəli. Siz də yəni razılaşırsınız da bu fikirlə. Mən razılaşdım, sizin dini teologiyanı sökəcək. Xeyr, yəni burada dini ideologiya ilə bağlı heç bir şey demirəm. Sadəcə səbəb nəticə anlayışına bağlı sual verirəm. İzah eləyim. İzah eləyim. Məntiqin tələbi kimi səbəb nəticəni təyin eləsək, eyni tələb sizin tanrınıza da bir səbəb istəyəcək. Aha, bəli. Mən də elə o anlayışa gəlmək istəyirəm. Tutalım ki, biz bir hərəkət edirik. Bunun nəsə səbəbi var. Var. Aha, nəticəsi də var, düzdürmü? Təbii ki. Bəli, nəticəsi varsa, bizim bu dünyada elədiyimiz səhvlər, yanlışların bir nəticəsi olmalıdır. Səbəblər və nəticələr, bəli. Bəli, varsa biz kim tərəfindən, yəni sorğu-sual olunacaq, düzgün bir nəticəyə gələcək. Düzgün nəticə səni həyatda tutan nəticədir. İnstinktin. Ona başa düşdüm instinktin. Əgər instinkt əsasında qurulubsa, deməli ki, Allahı qəbul edən insanların instinkti doğrudur. Onda deməli həm ateistlərin instinkti doğrudur, həm də müsəlmanların Allahı qəbul instinkti edən doğrudur. müsəlmanların, insanların instinkti doğru olsaydı, milyonlarla insan din adı altında öldürülməzdi ki. Din başqa bir şeydir, inam tamam başqa bir şeydir. Bu dəqiqə din altında insanlar min cür hərəkət edirlər. O demək ki, o müsəlmandır, yaxşı insandır. O qədər yaxşı olmayan müsəlmanlar, yaxşı olmayan insanlar var ki. Mən burada məqsədim, yəni sırf din əsasında və yaxud da Allahın, Tanrının varlığı əsasında deyil. Sadəcə sırf səbəbi nəticə əsasındadır ki, bizim elədiyimiz ən xırda hərəkətlərin biri nəticəsi olur, düzdürmü? Mütləq şəkildə. Mən də soruşmaq istəyirəm də. Dinləyəcəksinizsə izah edeyim. Səbəb-nəticə zincirini, səbəb-nəticə əlaqəsini və ya səbəb-nəticəni ümumilikdə universal olaraq məntiqin bir qanunu olaraq götürürsünüz. Necə başa düşmədim? Səbəb-nəticəni məntiqin istisnasız bir tələb olaraq götürürsünüz, qəbul edirsiniz bunu. Yəni bunu mən götürmürəm. Yəni bunu riyaziyyat ən dəqiq elm düzdür, riyaziyyat da Söhbətin düzdür. məsuliyyətindən qaçmaq da axı bu. Siz az öncə qəbul edirdiniz, indi təkrar edə bilmirsiniz. Baxın, məsələ bilirsiniz nədir? Ən dəqiq bizim bildiyimiz elm hansıdır bu dünya üzərində? Riyaziyyatdır, düzdür və məntiq elmidir. Yəni bu da əsas adınız. Nuray. Əsas predmetin təşkil edir, düzdürmü riyaziyyat? Başa düşürəmmi? Səbəb nəticəni məntiqin bir qanunu olaraq qəbul edirsiniz. Səbəb nəticə məntiqin əsasıdır. Əhsən. Predmetidir yəni. Eyni səbəb nəticəni Tanrını eyni səbəb nəticə qanunu. Tanrını niyə istisna edir? Mən Tanrı ilə bağlı sual vermirəm. Yəni sadəcə olaraq demək istəyirəm ki, sadəcə olaraq sualım odur ki, bizi kim yəni sorğu-suala çəkəcək ki, o da nəticəyə varacaq. Yavaş-yavaş düzələcəyəm. Narahat olmayın. Görün nə deyir? Siz səbəb nəticəni məntiqin universal bir qanunu olaraq təyin elədiniz. Və mən sizin o qanununuzu alın, mən sizə təklif edirəm. Alın o qanunu, səbəb nəticə qanunu. Bir də kvant fluktuasiyalarında tətbiq edin, görün nətər olacaq. Yəni mən heç nəyi tətbiq etməyə qadir deyiləm hal-hazırda. Bu iki elədir. Üçüncünü deyirəm. Üçüncü, sorğu-sual məsələsi deyil, rasional çıxarış biokimyaya əsaslanır. İnsan üzərində. GPT-yə gəlib baxmayın da siz. Anlaya bilirəm axı bunu. Çünki mətnlər bənzər yazılır. Nuray xanım, səbəb-nəticə zinciri və onun instinktiv təməlləri tamamilə biokimyaya reduksiya olunur və biokimya bizə hansı əsasları verir? İnstinktimizin təməlində nə dayanır? Həyatda qalmaq və çox almaq. Həyatda qalmağımız üçün bizim doğru qərarlar verməyə məcburuq.
Və bu doğru qərarlar doğru olmadığı anda ölmüş oluruq. Məsələ birinin Tanrıya inanmasıdırsa, bu psixoloji qərar mexanizmasına bağlıdır. Dolayısıyla özündən güclü bir şeyə tapınma ehtiyacı və tənbəllik ehtiyacı ilə bağlıdır. Yəni sığınma. Mənim yerimə məni qoruyacaq biri varmış kimi hissi hormonal olaraq daha yaxşı hiss elətdirə bilər. Hər kəs yox təbii ki. Buna fəlsəfədə kognitiv ehtiyac deyirlər, psixoloji bir ehtiyac. Aha, bəli, bəli. Həyatda qalmaq üçün seçilən qərarlar əxlaqlı olmaq zorundadır. Niyə? Ona görə ki, əxlaqi struktur və balans pozuldu mu, həyatda qala bilmirik. Yəni bütün mexanizma bizi həyatda tutan bir mexanizm olmalıdır. Əgər biz qonşunun toyuğuna və ya qonşunun qadınına əl atsaq, eynisini o eləsə, kütləvi bir dava düşə bilər. Birisi gəlib lapatka ilə vurub bizi öldürə bilər. Final ölüm. Və ya küçədə getdiyimiz yerdə birisinə yumruq atsaq, birisinə ilişsək, dava düşə bilər. Birisi laqon ilə bizi kəsə bilər. Final ölüm. Yəni əxlaqın meyarları sistemi həyatda tutmağa, dolayısıyla şəxsi həyatda tutmağa hesablanıb. Və bunu hesaplayan DNA molekullarının daşıdığı informasiyadır ki, bu milyon illər boyunca formalaşıb. İzah edə bildim. Bəli, bəli. Sadəcə olaraq bəzi təzadlar olur da. Yəni mən düşünürəm ki, siz özünüz də yəni bu təzadlarla qarşılaşmısınız. Quranı oxuyanda da əminəm ki, bununla qarşılaşmısınız. Hətta bəzi şeylər qəbul etməsi, eyni zamanda mən də bunu qəbul etmədiyim bəzi məqamlar var. Və mən bilmirəm, sizdə yəni tarixi dəqiq məlumat kimi qəbul edirsiniz tarixi. Dəlili varsa. Bəli, eyni zamanda mən də eyni qaydana, yəni dəlili varsa onu qəbul edirəm. Yoxsa məsələn tutalım ki, İskəndər getdi Şah İsmayıl Xətai ilə görüşdü. Onların görüşdüyünü sübut edən bir dəlil yoxdur, düzdürmü? Biz ona necə inana bilərik ki, hə dəlil yoxdur axı xanım. Aha, indi mən də onu demək istəyirəm ki, deyirsiniz ki, Quranda bu ayə düzdür. Qurana sonra gələr. Bir də olar ki, mən bir dənə məsələyə toxunum. Bu sualı əminəm ki, sizə heç kim verməyib. Məsələn deyirik ki, Quranda 4 yoldaş olmaq, indi də bayaqdan baxıram, qeyd eləyirlər 4-cü yoldaş olmaq istəyir falan, nəysə. 4 yoldaş almaq, sonra hansı ki bu cəmiyyətdə qəbul olunmur da biz tərəfindən, hansı ki mentalitetimiz bunu qəbul eləmir ən azından. Belə deyim də, yəni bunun insanlar tərəfindən dəyişilmədiyinin sübutu var. Burada siz özünüzü paradoksa saldınız. Təşəkkür edirəm və təbrik edirəm. Paradoksa salmıram. Mənə də maraqlıdır da. Mən də verirəm ki, yəni bunun kitab yəni dəyişdirilibsə insanlar tərəfindən siz məğlub Bəli, çox izah var. Və sizi avtomatik olaraq bitirir. Yəni bütün bura qədər gətirdiyiniz arqumentlər çöküşür. Zaten çökmüşdü. Yəni ideolojik olaraq onu demirəm. Siz başa düşməyin ha. Amma siz tam ətraflı cavab verə bilmədiniz də. Yəni səbəb nəticə anlayışla. Kifayət qədər geniş cavab verdim. İndi gəldik ki, bizim yaradılışımız varsa ölümümüz də var. Suala icazə verin, cavab verim də xanım. Xeyr, elə deyil. Hamısı deyil. Ölümümüz yoxdur, düzdürmü? Entropiya var işin içində. Bir icazə ver, cavab verim də. Əgər kitab xətalıdırsa və insanlar tərəfindən dəyişdirilə bilibsə, siz məğlub olmuş və bacarıqsız bir tanrıya inanırsınız. Əgər kitab dəyişdirilməyibsə, sadəcə ərəblər üçün olduğunun təsdiqidir. Çünki ərəblərdən başqa orada heç bir mövzu getmir. Öz yerində Yahudilərin ərəbləri qohum olduğunu nəzərə alasınız. İndi gəldik, bizi yaradan bir şey yoxdur. Çünki sistemimizdə, biyolojik təməlimizdə belə hələ də qüsurlar var. Tam olaraq oturmuş bir vücuda sahib deyilik. Digər milyonlarla dəlil var təkamül prosesinə və təkamül prosesinin işləyiş və praktik olmasının dəlillərini siz antibiotik alanda belə görmüş olursunuz. Buna bir etirazınız var? Xeyr, mənim buna etirazım yoxdur. Sadəcə olaraq mənə maraqlı bir sual var sizə. Yəni biz öləndə deyirlər ki, dünyamızı dəyişdik, düzdür? Sizə elə deyə bilərlər, hə, olar. Yəni ümumiyyətlə belə bir anlayış var da, Azərbaycanın dünyasını dəyişdik. Siz yəni bu dünyadan başqa dünyanın var olduğuna inanırsınız? Xanım, birincisi biraz çox yaxşı, bu dünya təkamülə uğrayıb yaranıbsa, necə olur ki, başqa dünyalar təkamül olub yarana bilməz? Başqa dünyalar təkamül olub yarana bilməzmi? Başqa dünyalar... Siz özünüz demirsiniz ki, dünya təkamül əsasında yaradılıb, insan, dünya... Aləmi qatıcı bir-birinə xanım. Görün nə deyirəm? Deyirəm ki, başqa dünyalar teorisi, birincisi dövrü Big Bang-lər və ya multikainat, çoxlu evrənlərdir. Başqa evrən, başqa kainat. O başqa kainata gedərikmi, getmərikmi bilmirəm. O başqa kainatda mənə huri verib sevişməyimi izləyəcək bir tanrı varmı, yoxmu, onu da bilmirəm. Amma məsələ teologiyanın başqa dünyasından gedirsə, o öz içində zaten xətalıdır. Son yarım xətası var.
İzah edə bildim. Bəli, başa düşürəm, xətalar var. Siz hər şeydə xəta görürsüz, amma Quranda da insanların dəyişiklik edib xəta törədə biləcəyinə inanmırsınız. Qəribəsi odur yəni. Tanrıdan İnsanlar gəlmiş bu bir dəqiqə kitaba biz- barmaq Can- eləyib xəta törədə bilirlərsə, o məğlub olmuş bir tanrıdır. Məğlub olmuş bir tanrı özü öz içində sonsuz qüdrət sahibi etiketini çürütmüş olur. Çelik bəs siz ümumiyyətlə yəni nəsə izah axtarırsınız, yoxsa artıq beyninizdə Allah yoxdur anlayışı tamamilə yəni oturub ki, yoxdur, yoxsa həqiqətən də həqiqəti axtarırsınız? Mənə bu maraqlıdır. Yaşasın materializm. Mənə elə gəlir ki, yəni artıq burada səbəb nəticə anlayışında artıq dediklərinizin hamısı yəni başa Səbəb gedir nəticə həqiqətən. zincirini Allah zəhmət olmasa kvant fizikasında tətbiq eləyək. Keçərli olsa iman eləməsəm burnum əyilsin. Başa düşürəm səbəb nəticə Səbəb anlayışını, amma nəticə mən demək zincirini, istəyirəm ki, səbəb nəticə anlayışını yaxşı. Allah, səbəb nəticə anlayışını Allah qara dəliklərin hadisi üfüqündə tətbiq eləyək. İnanmasan burnum əyilsin. Səbəb nəticə əlaqəsini Allah uzay zaman bükülməsi, genel görəlilik teorisini Einstein'in bükülmə səbəbinə tam tətbiq eləyək. Bəli, uzay zamanı yarasa- artıq siz İşə yarasa uzay iman zamanı- eləməsən burnum əyilsin. Bəli, uzay zamanı qəbul edirsinizsə, deməli digər dünyanın varlığını da qəbul etmiş olursunuz. Əgər uzay digər zaman dünyalar anlayışı deyildir, varsa, materialist uzay. bir sistemin içindədir. Xanım, bax, yanlış anlamayın. Sizin amma dediyiniz böyük- materialist böyük- elə, yəni lori dildə desək o deməkdir də. Bizim Bir başa saniyə, düşəcəyimiz bir saniyə, dildə bir desək saniyə. elə o Ay, deməkdir. Nuray xanım, bax sözlər köşkündən üç kəlmə, nə bilim şey qapısından, qırmızı qapıdan qırmızı gəldən 5 kəlmə ilə olmur bu işlər. Yəni mən sizə həqiqətən hörmət edirəm. Materializm, mən hörmət istəyirəm, heç başqa bir şey. Yo, yo, Yəni, əslində materializmi bu qədər hörmət cılızlaşdırmağa, həm də bilmədən eləməyə heç ehtiyac yoxdur. Bu materializmin fəlsəfəsi o qədər kapsamlıdır ki, yəni siz 6 ay içində fransız oradan çıxış tapamayasınız, eləməyin. Düzdür də, indi tutalım ki, hər dəfə mən siz necə sizdən səmimi söhbət etmək istəyirəm. Yəni burada özümü alim kimi göstərmək istəmirəm. Bizim elə hamımızın alim olmağına çox var. Ümumiyyətlə dünya da elə bir yerdir ki, biz onu sonsuz şəkildə heç bir yəni halda öyrənə bilmərik, heç nəyi dəqiq bilmirik, düzdürmü? Sadəcə olaraq mənə maraqlı gələn odur ki, yəni tamam da, yəni bizim hər hərəkətimizin nəticəsi varsa, niyə görə elədiyimiz yaxşılıq və pisliklərin nəticəsi olmayacaq? Yəni mənə bu maraqlıdır sadəcə. Bunu izah edə bilərsiniz. Ki, mənə izah eləyin öncə siz bir dənə açıqlayın. Yəni mənə o maraqlıdır ki, bu yəni vəziyyətin sonu necə olacaq? Siz düşünürsünüz ki, Elədiyimiz bir tanrı yaxşılıqlar, var. pisliklər, Sualı hamısı yəni verirsiniz, yerdə gözləmişsiniz qalacaq da. xanım. Ay xanım, ay xanım. Elədiyimiz və yaxşılıq və pislik yerdə qalmayacaq deyək. Alternativ təklifiniz nədir tam olaraq? Öyrənə bilərəm. Alternativ təklifim yoxdur mənim. Əslində sadəcə olaraq sizdən soruşuram ki, bu bizim bu elədiyimiz pisliklər var. İnsanlar halbuki deyir sizi zülm eləyirlər. Bəli, Fərqi hüquq yoxdur. qarşısında Müsəlmanlar cavab eləyir və ya da vermədiyiniz hər İranlılar bir eləyir. pislik boşda qalacaq. Boşda qalacaq. Yəni heç bir nəticəsi olmayacaq. Deməli ki, səbəb nəticə anlayışı yanlışdır. Səbəb Onda deməli, səbəb nəticə anlayışı məntiqin yoxdur. qanunu olmadığını zaten dedim də, sizə məntiqin belə bir tələbi yoxdur zaten. Məntiqin belə bir tələbi yoxdur, amma riyaziyyat bizim ən dəqiq elmimiz olduğuna görə riyaziyyatın predmetini inkar eləmiş oluruq. Mən özüm riyaziyyatçıyam. Alın o riyaziyyatın predmetini aksioma olaraq. Qeyri söhbətlər mənə maraqlı deyil. Filankəs belə oldu, nə bilim, cəfəngətlər. Ay riyaziyyatçı Sadəcə xanım, bir səbirli ol da. Al o riyaziyyatın səbəb nəticəsini, aksiyomunu. Tətbiq eləyində kvantda zəhmət olmasa bir-birimizi niyə yorur? Mənə onun kvantla təsdiq eləmək lazımdır. Zaten təsdiq eləyəsə insan mən olsaydım, oradakı adı çəkilən alim mən olardım. Onu ixtira eləyəm. Biz hansı ki, burada sübutlardan danışdırıq. Faktiki olaraq da dünya çərçivəsində qəbul olunub ki... Görüm, nə olubsa, dünya çərçivəsində qəbul olub, gözlə görüm. Sizin o kvant sistemində tətbiq eləmədiyiniz, eləyə bilmədiyiniz məntiqi 100 illərdir cəmaət gözləyir ki, kimsə təsdiq eləsin. Qaldı ki, kvanta niyə təsdiq etməliyəm, kvanta niyə salmalıyam? Demək, gülünc bir absurd dərəcədir. Niyə? Çünki bu kvant dediyimiz şey də kainatın içindədir, yəni materiyanın içindədir. Materiyanın içində keçərli olmayan bir şey, universal bir şey ola bilər? Var, ay Nuray xanım, cavab verin də bir dənə. Getdi GPT-yə böyütmə. Nuray xanım, sizə şəxsi bir sual verə bilərəm, şəxsi düşüncənizlə bağlı. Aha, bəli, buyurun. Siz aşağıda sizə əhsən yazanların doğru düşündüyünü düşünürsünüz? Çünki verə bilmədiyiniz cavablardan sonra. Məsələn, hansı suala cavab verə bilmədim ki? Mən axı sizin çox fikrinizlə razılaşdım. Cavab verə bildim. Razılaşdınızsa sizə əhsən yazanlar sizə doğru eləyir, razılaşdığımız mövzularla bağlı. Baxın, mən ümumiyyətlə, yəni kiminsə mənə əhsən yazmağıma görə inanın ki, yəni sadəcə şəxsi fikriniz olaraq maraqlı deyil mənə. Yəni insanların da rasional olmadığı
Mənim Sadəcə olaraq paraleldən inanc sonra orada sözünüzün olan kəsilməməyini tələb eləyirsiniz. bayaq məsələn mənə bayağı bir yəni uyğun olmayan sözlər yazırdılar da, baxırdım altda. İndi məsələn əhsən yazırlar. Mən onda onlara nəsə yanlış bir fikir bildirdim. Ümumiyyətlə heç fikir bildirmədim. İndi burada əhsən yazanlara İndi gəlin o fikir əhsənləri bir bildirmək də istəmirəm. tərsinə döndürək. Bir tanrı inancınız var sizin. Tanrıya inancım var. Hansına inancınız var? Onlardan 5 Çünki milyon. çünki heç bir şey səbəbsiz yarana bilməz. Mən bunu düşünürəm. O zaman tanrının da səbəb olmalıdır. Var bir cavabınız. Bəli, Tanrının da səbəbi olmalıdır. O zaman regrese düşürsünüz. Sonsuz geriye dönüş zincirine. Çıxın bir dənə zəhmət olmasın. Bəli, çıxdım. Onda deməli ki, bizim öyrəndiyimiz neçə illər oxuduğumuz, o 100 dənə kitab verib imtahanlardan keçdiyimiz kitablar deməli yanlış. Deməli ki, biz riyaziyyatı onda inkar edirik. Anlamadınız ki. Deyirəm ki, Anladım. hər şeyi bir tanrı yaradıbsa, tanrının özünü də yaradan lazımdır. Düzdür? Aha, bəli. Onu inkar Tanrı elədim, sonsuz düzdür? qüdrətə sahib olmur. Bəs bəli, mən də onu deyirəm ki, biz inkar elədik, düzdür? Gözəl. Ki yoxdur. İndi Nə sonsuz razılaşdım. geriye dönüş zincirində davamlı tanrı yaradılır. Düz? Aha, bəli. Onda biz səbəb Hara nəticə qədər? anlayışında artıq Hara səbəb qədər? nəticə anlayışında pozduq. Nuray xanım, danışırsınız. Baxın, ideolojik saldırı eləmirəm, amma səfsətə deyirlər buna fəlsəfədə. Deyirəm ki, bütün kainatı bir tanrı yaradıbsa, tanrını da bir tanrı yaradıbsa, geriyə qədər nə qədər gedir bu məsələ? Geriyə qədər nə qədər gedir bu məsələ? Sonsuz. Sonsuz geriyə dönüş zincirində davamlı tanrılar yaradılır. Kainat nə zaman var oldu bəs o zaman? Kainatın var olduğunun sübutunu həmişə siz edirsiniz də. Onu mən bildim. Əgər kainatın başlanğıcı varsa, bunun da regresin də başlanğıcı olmalıdır sizə görə, sizin səbəb nəticə zincirinizə görə. Və bu başlanğıc sizi ta sonsuzluğa doğru aparır. Davamlı tanrı Riyaziyyatda yaradılır sonsuzluq. yəni. Tamam. Anladım. Riyaziyyatda sonsuzluq bir problem deyildir. Razı? Niyə problem deyil? Problem deyil. Həm də niyə problem deyil? Axı bizim ən dəqiq bildiyimiz elm riyaziyyatdır. Riyaziyyatda sonsuzluq bir problem deyil. Sonsuzluq nəticəsi var, sonsuzluğun. Yəni nəticəsi deyil də, yəni Riyaziyyatda sonsuzluq bir sonu problem var. deyil. xeyr, problem deyil. Sonu var sonsuzluğun. Əhsən. Gedirsiniz Sonsuzluğun sonu sonsuz var. geriyə dönüş zincirinə. Gedirsiniz sonsuz geriyə dönüş zincirinə. Bu sonsuz geriyə dönüş zincirində harda ilişirsiniz? Sonsuzluqda. Fəlsəfi pozisiya olaraq, ay xanım, fəlsəfi pozisiya olaraq ontologiya danışıb epistemologiyadan girə bilməzsiniz söhbətə. Öyrət bilərsiniz. Deyirəm ki, bir varlıq yaratdınız və bu varlıq davamlı biri tərəfindən yaradılır, biri tərəfindən yaradılır. Bu parsimoniya prinsipinə düşmür. Occam usturası, Occam ülgücünə. Yəni nə? Cavabdır. Mən sizin dediklərinizi hər birini həqiqətən anlayıram. Yəni sadəcə olaraq bayaqdan bir sual vermişəm. Onun Cavab sualına istəyirəm. yəni lakonik bir cavab ala bilmirəm. Bildiniz necə? Çünki bilirsiniz mən nəyi vurğulamaq istəyirəm? Yəni demək istəyirəm ki, elə şeylər var ki, biz onları Bölüm çox iki. dəqiq bilə bilmərik. Nuray xanım, Zəhmət olmaz. ay Nuray xanım. Belə baxıram ki, standart humanizm keçmir, militarist. Zəhmət olmasa mənə deyin, sonsuzluq dediyiniz şey səbəb nəticə zincirinə bağlıdır və bu səbəb nəticə kvant funksiyalarında keçərlidir. Ki bu kvantda Keçərlidir. maddənin və məkanın içindədir. Keçərlidir. Bayaqda dedik ki, keçərli deyil də, düzdür? Keçərli deyilsə, sizin onda biz indi qulaq asın. Məntiqin hər hansısa bir qanunu, səbəb nəticə kimi qanunu kainatın tamamında keçərli olmalıdır ki, obyektiv olsun. Deməli kainatın tamamına qəbul edirsiniz də, düzdürmü? Düzdür. Xanım, kainatın, maddənin, materiyanın tamamında keçməlidir bu qanun ki, obyektiv olsun. Obyektiv olsun, düzdür. Deyirsiniz ki, filan yerdə keçərli deyil. Düzdür. Nuray xanım, Keçərli deyil. məntiqin səbəb nəticə qanunu deyə soxuşturduğunuz qanun bütün kainatda keçərlidir. Onu mən soxuşturmamışam axı. Onu neçə il bizə öyrədən alimlər soxuşdurub. Onda deməli bizə Suala yanlış cavab vermək soxuşdurublar. lazımdır da, suala cavab vermək lazımdır. Məntiqin səbəb nəticə qanunu bütün kainatda keçərlidir. Başa düşmürsünüz. Siz mənim sualımı çox aşağı yuxarı çox Təşəkkür dəyişirsiniz. Təşəkkür. Siz sağ olun. Siz sağ olun. Sağ olun. Hələ təzəs. Məntiqin qanunu, səbəb nəticə qanunu, soxuşturduğunuz qanun bütün kainatda keçərlidirsə kvantda keçmir. Və bu kvant kainatdan kənar deyil, kainatın içindədir. Dolayısıyla obyektiv deyil.